Salam. Bugün ikinci ise test toplusundan vektorların skaler hasili dersinden 31. sualın izahına bakacağıq. Sualın şərtində deyir ki, A vektorunun modulu B vektorunun moduluna bərabərdir və A və B vektorları perpendikulyardır. Buna əsasən A çıxılsın 2B və 2A çıxılsın B vektorları arasındakı bucağın kosinusunu tapın. Buradan indi biz hansı şərtlərə nəzər yetirməliyik? A vektorunun modulu B vektorunun moduluna bərabərdir. Yəni A bərabərdir B desək, A-ya B deyə bilərik və yaxud da B-nin özünə A da deyə bilərik. Fərqi yoxdur. Uzunluqları və yaxud da mütləq qiymətləri bir-birinə bərabərdir. Daha sonra A və B vektorları perpendikulyardır. Buradan hansı şərt ödənilməlidir? Yəni A və B vektorlarının skaler hasili sıfıra bərabərdir. Yazıram. A vurulsun B bərabərdir 0. Bunu bildik. Daha sonra deyir ki, A çıxılsın 2B və 2A çıxılsın B vektorları arasındakı bucağın kosinusunu tapın. Ümumiyyətlə, iki bucaq arasındakı, daha doğrusu iki vektor arasındakı bucağın kosinusunu tapın deyirsə, hansı düsturdan istifadə edirik? Kosinus alfa bərabərdir A vurulsun B, yəni vektorların skaler hasilini bölürük onların mütləq qiymətlərinin hasilinə. Burada yazdığım AB-lər şərtdəki AB deyil. Sadəcə düsturun ümumi şəkildə ifadəsidir. Yazırıq hansıların tapılması, hansı vektorların tapılmasını tələb edir. A çıxılsın 2B və 2A çıxılsın B vektorlarının arasındakı bucağın kosinusunu istəyir. Əvvəlcə gəlin bu vektorların skaler hasilini tapaq. Skaler hasilləri bərabərdir. A çıxılsın 2B vurulsun 2A çıxılsın B. Bu bərabər olacaq 2A kvadratı. Çıxılsın A-nı mənfi B-yə vururam. Çıxılsın AB eləyir. Bu da çıxılsın 4AB elədi. Çıxılsın 5AB. Üstə gəlsin 2B kvadratı. Buradan görürük ki, AB-ni bayaq şərtdə yazmışdım ki, AB hasili 0'dır. Deməli elə mənfi 5AB 0'a bərabərdir. Skaler hasilimiz 2A kvadratı üstə gəlsin 2B kvadratı oldu. Şərtdə də yazılmışdı ki, A vektorunun modulu B vektorunun moduluna bərabərdir. Yəni elə A-nın yerinə B yazsaq və yaxud da B-nin yerinə A yazsaq, bir vektorla cavab ala bilirik. Məsələn, A-nın yerinə B yazaq, alacağıq 2B üstə gəlsin 2B kvadratı üstə gəlsin 2B kvadratı bərabərdir 4B kvadratı. Skaler hasilimiz oldu 4B kvadratı. Daha sonra onların mütləq qiymətlərinin də hasilini tapmalıyıq. Mütləq qiymət düsturunda gəlin qeyd edim. Mütləq qiymətin tapılması üçün bərabərdir kök altında x kvadratı üstə gəlsin y kvadratı düsturundan istifadə olunmalıdır. Bunların mütləq qiymətlərin hasili də kök altında A çıxılsın 2B-nin mötərizə kvadratı vurulsun kök altında 2A çıxılsın B-nin mötərizə kvadratı şəklində tapılır. Bunları da hesablasaq görərik ki, burada çıxılsın 4AB alınacaq. Burada da eyni şəkildə çıxılsın 4AB alınacaq. AB-nin də buradakı şərtdə 0 olduğu bizə məlum idi. Deməli, kök altında A kvadratı üstə gəlsin 4B kvadratı vurulsun kök altında 4A kvadratı üstə gəlsin B kvadratı şəklində ifadə alırıq. Deməli, skaler hasilimiz oldu 4B kvadratı. Bunu saxlayırıq. Bir də mütləq qiymətlərin hasili var idi. Mütləq qiymətlərin hasilində də aldıq. A kvadratı üstə gəlsin 4B kvadratı vurulsun 4A kvadratı üstə gəlsin B kvadratı. Buradan da alırıq ki, əgər A-nın B-yə bərabər olduğu şərtini qəbul etsək, olacaq 5B kvadratı vurulsun 5B kvadratı. Bildinizdə niyə? Çünki A-nın yerinə B qoydum. Bu da eləyəcək 5B kvadratı. Yəni, bizə verilmiş vektorların mütləq qiymətlərinin hasili də oldu 5B kvadratı. Gəlin, indi düsturu ümumi şəkildə yazaq. Kosinus alfa bərabər idi.
Vektorların skalar hasili, yəni A vektoru vurulsun B vektoru, bölünsün onların mütləq qiymətlərinin hasilinə. Gətirib qiymətlərini yerinə qoyuram. Bu skalar hasil idi. 4b kvadratı. Mütləq qiymətlərinin hasilində 5b kvadratı tapmışdım. Buradan b kvadratları gedir. Qalır cavabımız 5-də 4. 31-ci sualda cavab A variantı.